İnsan düşünən varlıqdır. Tarixən o belə bir suala cavab tapmağa çalışıb. Mən kiməm? Hardan gəlmişəm? Mənim statusum nədən ibarətdir və mən hara gedəcəyəm? Söhbət mənşə, məqsəd və aqibət problemindən gedir. Tarixən fəlsəfə və müxtəlif ideologiyalar bu suala cavab verməyə çalışmışlar. Amma verdikləri cavablar növbənövdür və insan ağlını qane eləmir. Bax, bu məsələlərə dair İslam nöqteyi nəzəri belə səslənir. İnsan və dünya əbəs yerə mövcud deyildir. İnsanoğlunun əsas vəzifəsi özünün əxlaqlı varlıq olduğunu isbatlaması və yaxşı işlər görməsidir. Bundan sonra o Allahın huzuruna qayıdacaqdır və həyatda ona tapşırılan vəzifəni necə yerinə yetirib-yetirməməyinə görə o sorğu-sual ediləcəkdir, hesaba çəkiləcəkdir. Bu, insan zəkasının dinə olan ehtiyacıdır. Din insan zəkasını məşğul eləyən bu suala çox aydın cavab verir. Allahdan gəlmişsən, Allah üçün yaşa və Allaha da qayıdacaqsan.